Azərbaycanın Zaqatala bölgəsinin bir neçə yaşayış məntəqəsi Böyük Qafqazın ucqar dağ ətəklərinə sığınıb. Zaqatalanın yaylaqları da az deyil və onların əksəriyyəti dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Belə yaylaqlardan biri də Honzogordur. Yerli sakinlərin sözlərinə görə Honzogor səfalı, şəfalı dağ yaylağı deməkdir. Son vaxtlar Azərbaycanda Honzogor yaylağına təbiət yürüyüşləri populyar marşruta çevrilib. Onu kəşf eləmək üçün Car-Honzogor qəbizlərə hiking marşrutu ilə yürüyüşə çıxırıq. İlk məntəqəmiz Car kəndidir. Böyük Qafqaz dağlarının ətəyində yerləşən Azərbaycanın ən gözəl rayonlarından biri olan Zaqataladayıq. Bu bölgədə məşhur olan hiking marşrutlarının birini kəşf eləmək üçün buradayıq. Marşrut Car-Honzogor qəbizləri adlanır. Təxminən 16 kilometrlik bir yolumuz var. 4-5 saat piyada yürüyüş eləyəcəyik. Startı da Car kəndindən götürürük. Bu kənd Zaqatalanın ən səfalı və ən gözəl kəndlərindən biri sayılır. Car kəndi özünün göz oxşayan mənzərəsi, valehedici təbiəti ilə seçilir. Kənddən Alp çəmənliyi ilə örtülmüş Honzogor yaylasına yürüyüş zamanı dərəli təpəli dağların və sıx meşələrin içindən keçərək təbiət gözəlliklərinin şahidi olacağıq. Car kəndi Böyük Qafqaz dağlarının cənub yamacında, dağlarla əhatələnmiş vadidə yerləşən Zaqatalanın ən gözəl kəndlərindən biridir. Onun tarixi min illərlə ölçülür. Ərazidə Car-Balakən dağətəyi meşə zonasında formalaşıb. Car kəndindən çıxıb kiçik çayı keçdikdən sonra meşənin içinə doğru dik dolayı çığırla qalxmağa başladıq. Bu ərazinin meşə örtüyü ölkə üzrə ən sıx bölgələrdən sayılır. Meşəlik ərazisi 40 min hektardan çoxdur. Car kəndindən başlayan yolumuzun ümumi uzunluğu təxminən 15 kilometrdən biraz çoxdur. Hiking marşrutumuz üzrə maksimum yüksəklik 1850-1900 metrdir. Car-Honzogor qəbizlərə marşrutu həm tarixi, həm də təbiəti ilə unikal sayılır. Meşə ərazisində yürüyüş marşrutu boyu həm yerli, həm də turizm bürosu tərəfindən qoyulmuş işarələr var. Yolu azmamaq üçün bu işarələr çox kömək olur. Meşəyə girəndə sanki başqa bir aləmə düşürsən. Hər yanda sıx ağaclar, palıd, vələs, fıstıq, cökə, ağcaqayın. Bu ağacların çoxu 200-250 illikdir. Böyük Qafqaz sıra dağlarının cənub yamaçlarında yerləşən
Zakatalanın meşələri nağıl kimidir. Gəzdikcə, tanıdıqca, kəşf elədikcə adamın gözü doymur. Gördüyünüz bu ağacın təxminən 700 yaşı var. Bu hiking marşrutu üzrə gələn turistlər onun yanında dayanırlar, şəkil çəkdirirlər və bundan həzz alırlar. Onu da deyim ki, bu ağac vaxtı ilə bütöv olub, sonradan 2 hissəyə bölünüb və hər 2 hissəsi inkişaf eləyir, cücərir. Car, Honzagor, Qəbzdərə hiking marşrutu üzrə yürüyüşümüz davam edir. Havanın rütubəti yüksək olduğundan yosunlar ağacların gövdəsini bürüyüb. Günəşin şüaları yarpaqlardan süzülüb torpağa düşür. Hər yerdə yaşıl və qızılı rənglər bir-birinə qarışır. Yol boyu rastlaşdığımız hər canlı bu ekosistemin bir parçasıdır. Bəzən deyirik ki, bizi qorxudurlar. Əslində biz onları qorxuduruq. Bura onların evidir. Biz isə dəvətsiz, qəfil gələn qonağıq. Car kəndindən çıxanda bir it bizə qoşuldu. Adını heç kim bilmirdi, ona görə Alabaş çağırırdıq. O bizi buraların sahibi kimi müşayiət eləyirdi. Fikirləşdi ki, birazdan yorulub qayıdar. Amma yanıldıq. Alabaşın geri qayıtmaq fikri yox idi. Hərdən önə keçir, sanki bizə yol göstərir, hərdən də geri qalırdı. Bizi qorumaq üçün. Bələdçimiz Car kəndi sakini Abdülməllim bunun yaxşı əlamət olduğunu söylədi. Baxmayaraq ki, meşəni yavaş-yavaş duman ağuşuna alırdı. Car meşəsi Zaqatalanın ən yaşıl və dərin təbiət sahələrindən biridir. Addımını attığın andan torpağın nəmini hiss eləyirsən. Yarpaqların altı yumuşaqdır. Hər addımda xışıltı səsi eşidilir. Burada ağaclar bir-birinə söykənərək, bir-birinə sarılaraq böyüyürlər. Ən qədim ağacların gövdəsi bəzən 1 metrdən çox diametrdə olur. Bəziləri isə yüzilliklər görüb. Daşların və ağacların köklərinin üstünü yaşıl mamır ağuşuna alıb. Yolüstü rastımıza çıxan məzar diqqətimizi çəkdi. Bələdçimiz Abdülməlimin dediyinə görə o məzar yox, bu yerdə baş verən hadisəni anmaq üçün xatirə yeridir. Yürüyüş zamanı yolumuzun üstündə belə bir məzar gördük. Ola bilər ki, xatirə lövhəsidir, bilmirəm. Bu barədə daha çox bələdçimiz Abdülməlim bilir və o bizə danışacaq. Abdülməlim, bu xatirə lövhəsidir, yoxsa məzardır və orada nə yazılıb? Xatirə lövhədir ki, bu bir hadisə burada olubdu. Nadir Şahın dövründə. Üstündə nəsə yazılıb? Bəli, yazılıb. O nə dilində yazılıb? Bu avarca yazılıb. Avar dilində yazılıb ki, 1738-ci ildə həmən ildə məsəl üçün burada indi bu ayın tarixi burada yazılmayıbdı. Burada toqquşma olubdu. Toqquşma bu Qaravulçu olubdu burada yolda. Ki bu Nadir Şahın dəstələrinin tərəfində bu adam öldürülüb deyək. Belə olubdu ki, bu qəbri burada deyil bunun, bilinmir qəbri. Amma ki, bu hadisə olan yerdir bura. İndi ondan sonra da, məsəl üçün, bu yerli cəmaat, gələn qıraqdan turistlər də, məsəl üçün, bu YouTube-da öyrənirlər bunu, ki, buradan keçib, bura elə bir yad eləyirlər də, bura elə bir yer alınıbdır bu yer.
xatirə məzarını keçib yürüşümüzə davam edirik. Yolumuz meşənin dərinliyinə gedir. Duman biraz da artmağa başlayır. Dumanda ağaçların arasında gəzəndə insan özünü başqa bir aləmdə hiss eləyir. Sanki mistik bir nağılın içinə düşmüşük. Qafqaz dağlarının bu hissəsində duman tez-tez yaranır. Sanki dağ nəfəs alır, ağ buxar kimi meşəyə dolur. Dumanın içində addımlamaq insana qəribə bir hiss verir. Səs, rəng və məsafə bir-birinə qarışır. Təbiətin bu mistik tərəfi adama həm qorxu, həm də heyranlıq gətirir. Bu yerdə yola bələdçi ilə çıxmağımıza çox sevindim. Bu yolları hətta dumanda belə güvənli gedə bilərik. Yolun ortasında rastımıza bulaq çıxdı. Suyu soyuq, təmiz büllur kimi. Hiking zamanı su sadəcə içmək üçün deyil, enerjinin özüdür. Yürüyüş zamanı belə bulaqlar həyat deməkdir. İnsan bədəninin böyük faizi sudur. Dağda isə bu balans tez pozulur. Bir neçə saatlıq yürüyüşdən sonra bir yudum təmiz bulaq suyu içmək sanki bədəni yenidən oyadır. Hal-hazırda biz 1700 metrdən yuxarı bir yüksəklikdəyik, dəniz səviyyəsindən. Gördüyünüz bu bulaq, bu marşrut üzrə birinci bulaqdır. Elə adı da birinci bulaqdır. Hər şey çox yaxşı başlamışdı. Amma təəssüf ki, dağlarda havanı proqnoz eləmək olmur. Artıq duman gəlib. Bir dənə ümidimiz ona qalır ki, biz 2000 metr yüksəkliyə qalxacağıq. Orada duman bizdən aşağıda olacaq. Əgər olacaqsa. Cığır boyunca azı 3 yerdə su mənbəyi var. Yaylağa çıxana qədər adam başı 1-2 litr su götürmək kifayətdir. Yaylaq və yol üstü bulaqlar su ehtiyatımızı artırmağa imkan verəcək. Car-Honzogor Qəbizdərə marşrutu üzrə siz müxtəlif və nağılvari mənzərələrin şahidi olacaqsınız. Elə mənzərələrdən biri də Zaqatala Dövlət Qoruğunun ərazisidir. Baxmaqdan adamın gözü doymur və bu sizin yürüyüşünüzə xüsusi bir zövq qatacaq. Qalın meşələr, ətrafdakı dağlar bu yerlərin sehrini artırır. Təbiət yürüyüşləri insanın beynində xoşbəxtlik hormonlarının səviyyəsini artırır, immuniteti isə gücləndirir. Honzogor yaylağına lap az qalıb. Sola doğru biraz yoxuş qalxıb dağın sağ yamacı ilə köndələn davam edən cığırla 2 kilometr irəliləməliyik. Duman hələ ki bizi müşayiət edir. Gah gedir, gah da ki çəkilib yerini günəşə verir. Yolun sonuna yaxın artıq Honzogor yaylağı görünür. Yüksəklik artdıqca meşə azalır, otlaqlar başlayır. Artıq Honzogor yaylağındayıq, yaylaq görünür. O evlər fərdi təsərrüfatla məşğul olan kənd sakinlərinin müvəqqəti yaşayış yeridir, yaylaqdır. Bura bizim marşrutun, yəni Car-Honzogor Qəbizdərə marşrutunun ikinci ən hündür məntəqəsidir. O dəniz səviyyəsində 1850-1900 metr hündürlükdə yerləşir. İndi gedib yaylaqla yaxından tanış olacağıq, biraz nahar eləyəcəyik, ondan sonra isə Qəbizdəriyə yola düzələcəyik.
Zaqataladan bura 9 kilometr və 5 saatlıq yoldur. Bu marşrut orta çətinlikli yürüşdür. Soyuq və qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və risklidir. Bugün insanlar yaylaqlarda müxtəlif məqsədlərlə səmərəli istifadə edirlər. Kimi mal-qara və qoyun-quzu saxlamaq üçün, kimi də istirahət üçün bura üz tutur. 10 illərdir ki, Mazıq və Qəbizdərə kəndlərinin sakinləri yay aylarında heyvanlarını Honzogor yaylağına aparırlar. Mövsümündə, yəni yaz-yay aylarında yaylaqda qaynar həyat olur. İndi isə sakinlər kəndə köç ediblər. Burada həm Mazıq kəndinin, həm də Qəbizdərə kəndinin sakinləri fərdi təsərrüfatla məşğuldur. Buranın o qədər gözəl aurası var ki, sözün açıq adam heç getmək istəmir. Yaylaqda hava təravətli, külək sərin, ətraf isə dağlarla əhatə olunub. Burada insanlar yazdan payıza qədər yaşayırlar. Yaylaq həyatı Honzogorda əsrlərlə davam edən bir ənənədir. Sovetlər dönəmində Honzogor Mazıq kəndinin heyvan yatağı olub. Sovetlər dağılandan sonra kənd sakinləri fərdi təsərrüfatla bu ənənəni davam elətdiriblər. Burada təxminən 50-yə yaxın ev var, bir çoxu da taxtadandır. Yerli sakinlər ona daxal deyirlər. Burada sakinlər həm çalışıblar, həm də təbiət qoynunda istirahət ediblər. Yerli sakinlərdən hələ yaylağı tərk eləməyən 2 xanımla görüşdük. Nahar hazırlayırdılar, sulu xəngəl. Bu dağlarda belə bir yeməyin dəyəri heç bir restoranda tapılmaz. Bizi də xəngələ qonaq elədilər. Dağda qonağı doyurmaq borcdur deyirlər. Çox sağ olun. Yaylaqda belə yemək yemək, belə yeməyə qonaq olmaq hər saat baş vermir və bunun qiyməti yoxdur. Bunun adı nədir? Toyuq xinqalı. Toyuq xinqalı. Aha. Biz qışda eləyirik bunlar tez-tez. Xəmir xörəkləridir indi. Və necə eləyirsiniz ki, belə dadlı olur? Şirin söhbət, dadlı yemək, samavar çayı, bütün bunlar gözlədiyimizdən artıq qonaqpərvərlik oldu. Amma yola davam eləmək lazım idi. Qarşıda bizi Qəbizdərə kəndinə gedən uzun bir meşə yolu gözləyir. Honzogor yaylağı görüb kəşf elədiyimiz yaylaqların içində ən gözəllərindən biri oldu. Onu ən mənzərəli yaylaq kimi top 5-liyimizə daxil elədik.
Yaylağı tərk eləyəndə isə Car kəndindən bizə yoldaşlıq eləyən Alabaş adını verdiyimiz it Honzogorda qalmağı seçdi. Davranışlarından başa düşdük ki, bu yerlər onun çox xoşuna gəlib. Biz də Alabaşın qərarına hörmətlə yanaşıb, onu yaylaqda qoyub Qəbzlərəyə doğru yola düzəldik. Başı qarlı, başı meşəli dağlarla əhatə olunan Honzogor yaylağı ilə burada sağollaşırıq və hiking marşrutumuzun 3-cü hissəsinə başlayırıq. Bu Qəbzdərə kəndidir. Orada yenə meşənin içi ilə cığırlarla gedəcəyik. Honzogor yaylağından çox xoş və bol təəssüratlarla ayrılırıq. Yolçu yolda gərək. Honzogor yaylağından Qəbzlərə kəndinə düşən cığır evlərin şərq qutaracağından başlayır. Sonra meşəyə düşür. Dolayı cığırla 2 kilometr irəlilədikdən sonra meşə yoluna çıxacağıq. 3,5 kilometr sonra kəndə çatacağıq. Qəbzdərə bölgənin ən sakit, imkanları tam kəşf olunmayan səfalı kəndlərindən biridir. Qəbzdərə marşrutu üzrə meşə ilə yürüyüş elədikdə başa düşürsən ki, hiking sadəcə dağda gəzmək deyil. Bu, özünlə təbiət arasında dialoqdur. Hər addımda beynin lazımsız fikirlərdən azad olur. Vaxtını özünə, kəşflərinə ayırırsan. Bu təbiət yürüyüşündə bədən açılır, nəfəsin təmizlənir. Elm deyir ki, təbiət yürüyüşləri stresi 60%-ə qədər azaldır. Bəzən isə statistika düz olmaya bilər. Çünki gördüklərimizə görə 60% azdır. Qəbzdərə meşə yolu aşağı meyillidir. Gördüyümüz mənzərələr isə valeh edicidir. Meşə cığırları ilə üzü aşağı endikcə təbiət bizə payızın qızılı gözəlliklərini nümayiş elətdirir. Bu ağaclar, yarpaqlar, xəzan, rənglər, ümumiyyətlə burada təbiət nağıl kimidir. Baxdıqca adamın gözü doymur. Bir də onu vurğulayım ki, bu marşrutu gedəndə mütləq bələdçilərin xidmətindən istifadə edin, yoxsa aza bilərsiniz. Xüsusilə də
Qəbzdərədən düşəndə. Belə buralar çox gözəldir. Yolumuza davam edirik. Çar-Honzogor Qəbzdərə marşrutu ilə elədiyimiz yürüşdə tapdığımız dinclik, təəssüratlar, heyranlıq və huzur sözlə ifadə olunası deyil. Bunu yaşamaq lazımdır. Çar kəndindən qalxanda duman bizi izləsə də Qəbzdərədən düşəndə hava aydın və günəşli idi. Meşədə müxtəlif formalarda boy atan ağaclar günəş şüaları altında saralan, qızaran yarpaqları ilə göz oxşayan təsvirlər yaradırlar. Qəbzdəriyə düşəndə də yol boyu ağacların üstündə nişanlar, yolu azmamaq üçün işarələr görəcəksiniz. Onlar turistlərə çox kömək olur. Amma bu marşrutu bələdçi ilə getməyiniz yolunuzu daha güvənli və rahat eləyəcək. Bu yürüyüşü qət eləmək üçün sizə yerli sakinlər də bələdçilik eləyə bilərlər. Kəndə yaxınlaşırıq. Qəbzdərə Zaqatalanın az tanınan, lakin çox gözəl kəndlərindən biridir. Ətrafı sıx meşə və dağ çayları ilə doludur. Car kəndindən başlayıb Honzogor yaylağına, oradan da Qəbzdərə kəndinə elədiyimiz yürüyüş bizə unudulmaz anlar bəxş elədi. Artıq gəlib Car-Honzogor Qəbzdərə marşrutumuzun 3-cü final məntəqəsinə çatdıq. Bura Qəbzdərə kəndinin girişidir. Yol boyu bəzi çətinliklərimiz oldu, amma inanın ki, hər addımına dəyərdi. Çox gözəl təbiət mənzərələrinin şahidi olduq. Burada təbiət səni çox dəyişir. Ruhun, bədənin, həyata baxışın dəyişir. Ən əsası burada sən tək təbiəti deyil, həm də özünü eşidirsən. Bu isə ən böyük kəşfdir. Kəşf eləmək isə həmişə gözəldir.